Qoç üçün bugün daxili qərarlılıq hissi güclənir. Yeni ilin ilk günü sizə hansı istiqamətdə getmək istədiyinizi göstərməyə çalışır. Tələsik qərarlar vermək istəsəniz də gün sizi biraz yavaşlamağa çağırır. İş və şəxsi məqsədlərlə bağlı planlar qurmaq üçün uyğun vaxtdır. Emosional reaksiyalara diqqət yetirmək vacibdir. Axşam saatlarında sakitlik sizə daha yaxşı təsir edəcək. Boğa üçün bugün daha çox daxili rahatlıq və güvən mövzuları ön plana çıxır. Siz yeni ilə sabit və təhlükəsiz başlamaq istəyirsiniz. Maddi məsələlərlə bağlı real düşüncələr yarana bilər. Keçmişdə verdiyiniz qərarları qiymətləndirmək ehtiyacı hiss edə bilərsiniz. Gün ərzində səbirli davranmaq sizə üstünlük qazandıracaq. Axşam ailə ilə ünsiyyət ruhunuzu rahatladacaq. Əkizlər bugün düşüncələr içində ola bilər. Zehninizdə yeni ideyalar formalaşır, lakin hamısını dərhal paylaşmaq istəməyə bilərsiniz. Maliyyə və paylaşım mövzuları diqqət çəkə bilər. Gün sizə daxili analiz imkanı verir. Sözləriniz təsirli ola bilər, buna görə diqqətli danışmaq faydalıdır. Axşam saatlarında psixoloji rahatlama hiss ediləcək. Xərçəng üçün bugün münasibətlər ön plandadır. Qarşı tərəfdən gözləntiləriniz aydınlaşa bilər. Yeni ilin ilk günü sizə kimlərin həyatınızda qalmalı olduğunu düşündürür. Emosional dalğalanmalar mümkündür, lakin bunlar keçicidir. Açıq və səmimi ünsiyyət münasibətləri gücləndirə bilər. Axşam saatları daha yumşaq və isti keçəcək. Qız üçün bugün daxili sevinç və yaradıcılıq hissi ön plana çıxır. Yeni ilin ilk günü sizə özünüzə daha çox icazə verməyi öyrədir. Sevgi və şəxsi münasibətlərdə istilik arta bilər. Hobbilər və sizi sevindirən məşğuliyyətlər ruhunuzu yüksəldə bilər. Gün ərzində özünüzə qarşı yumşaq olun. Axşam xoş əhval gətirə bilər. Şir üçün bugün məsuliyyət hissi artmış ola bilər. İş, sağlamlıq və gündəlik rejimlə bağlı qərarlar vermək istəyə bilərsiniz. Yeni ilə daha sistemli başlamaq arzusu güclüdür. Özünüzdən çox şey tələb etməməyə çalışın. Fiziki yorğunluğa diqqət etmək vacibdir. Axşam istirahət üçün münasibdir. Tərəzi bugün daha çox ev və ailə mövzularına yönələ bilər. Daxili təhlükəsizlik hissi sizin üçün önəmlidir. Keçmiş xatirələr yada düşə bilər. Gün sizə emosional balans yaratmağı öyrədir. Evdə sakit mühit qurmaq faydalıdır. Axşam saatlarında rahatlama hiss ediləcək. Əqrəb üçün bugün ünsiyyət və düşüncə aktivdir. Yeni ideyalar və planlar beyninizi məşğul edə bilər. Qısa söhbətlər və mesajlar önəmli ola bilər. Sözləriniz bugün daha təsirli çıxır. Emosional reaksiyalardan çox məntiqə üstünlük vermək faydalıdır. Axşam zehni yüngüllük hiss ediləcək. Oxatan bugün maddi və dəyər mövzularına fokuslana bilər. Yeni ilin ilk günü sizə nəyə dəyər verdiyinizi xatırladır. Gələcək planlarla bağlı real düşüncələr yarana bilər. Ani xərclərdən çəkinmək məsləhətdir. Gün ərzində özünüzə güvən hissi artacaq. Axşam sakit keçə bilər. Oğlaq üçün bugün güclü və önəmli enerjilər daşıyır. Günəş sizin bürcünüzdə olduğu üçün yeni ilə daha ciddi və məqsədli başlayırsınız. Özünüzlə bağlı qərarlar və dəyişiklik istəyi yarana bilər. Gün sizə liderlik və məsuliyyət hissi verir. Fiziki və daxili gücünüz yüksəlir. Axşam daxili məmnunluq hissi mümkündür. Dolça bugün bir qədər öz içinə çəkilə bilər. Yeni ilin ilk günü tək qalmaq və düşünmək ehtiyacı hiss edə bilərsiniz. Keçmişdə qalan mövzularla vidalaşmaq üçün uyğun gündür. İntuisiya güclənir. Gün sizə səssizliyin dəyərini göstərir. Axşam daha rahat keçəcək. Balıqlar üçün bugün ümid və planlar ön plandadır. Dostlar və gələcək arzular haqqında düşünə bilərsiniz. Yeni ilə daha inamlı başlamaq istəyi var, sosial ünsiyyət ruhunuzu yüksəldə bilər. Gün sizə xəyalları reallığa çevirmə gücü verir. Axşam xoş emosiyalar mümkündür.